İtti, ходить. Fərqi nədədir? Çox tez-tez rastlaşırsınız və sual verirsiniz. İtti, hal-hazırda əgər harasa gedirsinizsə. Məsələn, я иду в магазин. Əgər siz daimi olaraq eyni yerə gedirsinizsə, məsəl üçün, mən hər gün mağazaya gedirəm demək istəyirsinizsə, bu zaman deyəcəksiniz, я каждый день хожу в магазин. Я каждый день хожу в магазин. Mən hər gün mağazaya gedirəm. Bəs keçmiş, gələcək zamanda necə olacaq? Növbəti videonu izləyin. Gündəlik sizə lazım olan cümlələrdən ibarət ikinci kitabımı mütləq çox və çox sərfəli qiyməti əldə edin. Əmin olun ki, harda olmanızdan asılı olmayaraq bu kitab sizə həqiqətən də yol yoldaşı olacaq. Çox köməklik dəyəcək o kitabın sizə. Ona görə də aşağıda olan məlumatı diqqətlə oxuyun, indidən əldə edin.